Bəli dostlar, biz danışırıq indi mazol plastırlarından. Siz mazol plastırlarını ayağınızın altına qoyduğunuz zaman çox ciddi kimyavi yanığa səbəb olur. Şəkər xəstələrində dərini yandırır. Dəri yandı, qapı açıldı. Qapıdan içəri infeksiya girdi. Zaten qan dövranı pozulub. Zaten ayağın baldır nahiyəsində, topuq nahiyəsinə yaxın olan bölgədə artıq tüklər seyrəlib, tökülməyə başlayıb və biz də bu sırada kilo alırıq və bu kilo aldığımız zaman bütün orqanizm bu yazıq, damarlar yaxşı işləməyən ayaqların üstündədir. Həm də neynirik? Betadin, iod, spirt, perkis, zilyonka. Sual verə bilərsiniz ki, siz nə istəyirsiniz bu betadin? Əziz dostlar, inanın mənim ən sevdiyim məhsuldur. Həqiqətən. Mənim yaxınlarım bilir, mən betadini çox sevirəm. Özüm istifadə eləyirəm öz xəstələrimdə, işləm sırasında. İstifadə elədikdən sonra təzədən onu yuyuram, təmizləyirəm də betadini qoymuram ki, qalsın. Amma həmin anda o mikroorqanizmləri öldürmək lazımdır mənə ki, çünki mən bir iş görürəm. Amma sizlər istifadə eləyə bilmərsiniz. Betadin eləməyin də, adi ilıq suyla, uşaq şampunuyla ayağınızı yuyun. Yəni betadin sizin nəyinizə lazımdır ki, hər yerindən duran bütün şəkər xəstələri barmaq aralarına betadin çəkir. Düşünün ki, betadini heç bir şey demirəm. İndi mənə narazı olanlar, baxın, bu sözlərim sizədir. Mən niyə eyni şeyi təkrar deyirəm? Çünki inanılmaz yorumlar gəlir mənə. Şəxsi də gəlir. Bu kommentariyalarda gəlir ki, siz betadindən nə istəyirsiniz? Elə bir ki, fabrik sizindir. Elə bir ki, şirkət sizindir. Deməli dostlar, bir şey deyim. Götürün betadini, qoyun əlinizin üstünə. Bir bintə batırın, qoyun əlinizin üstünə. Belə sıxın, bağlayın da. Bir saat yarımdan sonra görəcəksiniz ki, açdığınız zaman orada bir qızartı yaranıb. Bilirsiniz bu qızartı nədir? O deməkdir ki, betadin içərisində olan etken maddə orada olan dəri toxumasını yandırır. Gəlin indi burada digər mövzuya keçək ki, betadin əvvəla bizim dərimiz, bizim daxili orqanlarımızı örtən bir orqandır. Siz necə qaraciyərinizin qulluğunda durursunuzsa, böyrəklərinizin qulluğunda, ürəyinizin qulluğunda durursunuzsa, dərinizin də qulluğunda durmalısınız da. Dəri axı sizin bütün daxili orqanlarınızı örtən ən böyük orqandır və fərqli olur. Necə qaraciyərin ölçüsü fərqli olur bəzi insanlarda, dərinin də ölçüsü fərqli olur da. Bəzi yerlərdə daha incə, bəzi yerlərdə daha qalın. Bəzi yerlər, bəzi insanlarda daha məsaməli, bəzi insanlarda daha az məsaməli, daha yağlı, daha quru. Başa düşdünüz? Yəni sizdə effekt verən başqasında effekt vermir. Axı həm də altda yatan xəstəliyi var, həm də şəkər var, həm də hərəkətsizliyi var axı. Bunu da düşünmək lazımdır. Biz betadini barmaq aralarına sürtdük. Düzdürmü? Bir maye sürtdük. Barmaq aralarının dərisi hər zaman daha incə olur. Göz altı dərisindən daha qalın, amma digər halda daha incə olur. Və bizdə bir mazol yarası var. Mazol yarası nədən yaranıb? Bir, sürtünməkdən, ayaqqabı, üçgünc ayaqqabılardan. İki, nəmdən. Biz axı nəm sevmirik. Nəm sevmədiyimizə görə nəm olduğu zaman sürtünmə qüvvəsi çoxalır. Çoxaldığı zaman da orada bakteriyalar ürənir də, fərqli bakteriyalar yaranır. Biz də güya o bakteriyaları təmizləmək üçün o betadini istifadə edirik incə dərili olan barmaq uclarımıza, barmaq aralarımıza. Düzdürmü? Bəs bizə lazımı bakteriyalar da ölür axı. Bəs oradan mikroçatlar yaranır, dərinin həssasiyyəti itir və çöldən içəriyə mikroorqanizmlər girir ki, hansı ki bunlar bizə zərərlidir. Bizə o mikroorqanizmlər lazım deyil. Və bu sırada da biz heç damarımıza baxmırıq.
Elə yeyirik. Nə şəkərimizə baxırıq, nə damarımıza baxırıq, nə hərəkət eləyirik, nə düzgün ayaqqabı seçirik. Bu təbii ki, topluma aid deyil, müəyyən qismə aiddir mənim dediklərim. Mən sadəcə belə rəngli və belə xalq dilində danışaraq başa salmaq istəyirəm ki, rayonda, nə bilim, Qaxda, nə bilim, İsmayılda, dağ başında olan nənələr, babalar məni dinləsinlər və eyni səhvi təkrar eləyirlərsə, eləməsinlər. Deyə bilərsiniz, bəs onda biz neyniyək? Pambıq yox, qətiyyən, baxın, pambığı unuduruq. Pambıq sizlər üçün deyil, əziz şəkər xəstələri. Pambıq mənim üçündür, sizlər üçün deyil. Binti götürürük, bint. Lap bint sterildir və ya steril deyil. Boş verin, önəmli deyil. Binti götürürük. Lap steril deyil, nə bilim, yuyuruq, təmizləyirik, ütünlə qəşəng onu təmizləyirik. Ya bu qədər loru dilində danışmağa çalışıram da sizdən. Ondan sonra isti olmayan, yəni ütünün altından çıxan kimi dirək barmağınızın arasını qoymayın, dərinizi yandırarsınız ki. Sonra kim dedi? Xəyla xanım dedi. Götürürsünüz, barmaq aralarına qoyursunuz, barmaq aralarına və üstündən pambıq corab giyinirsiniz. Sintetika olmasın. Niyə pambıq corab? Pambıq corab hava keçirir. Hava keçirdiyinə görə pambıq corab deyirəm. Ay şəkər corabı, ay filan şey. Hər zaman deyirəm ki, elə bir şey olsaydı, mənim Türkiyədə rəsmi qayıtlı olan şirkətim var. Hansı ki, ticarət eləyirəm o şirkətlə. Düzdür, bu dəqiqə Türkiyədəki vəziyyətə görə hal-hazırda stoplamışam. Çünki devalvasiyalarda inanılmazdı da, hər an qiymət dəyişilir. Amma mən inanın ki, o şəkər corabını öz şirkətimdə satardım. Demək, heç bir effekti yoxdur ki, satmıram da, satışla məşğul olmamışım. Və siz o pambıq corabı, adi, nə bilim, 1 manatlıq pambıq corabını o bintlərin barmaq aralarınıza qoydunuz, barmaqlarınızı araladınızsa, nə betadin vurdunuz, nə yod vurdunuz, nə zilyonka vurdunuz, heç bir şey eləmədiniz. Sadəcə barmaq aralarını bir-birindən araladınız. Giyinirsiniz, ayaqqabınız dar olmamaq şərti ilə və ayaqqabınızın içi təmiz olmaq şərti ilə. Daha mən sizə necə başa salım? Ən doğru yollarını başa salıram da sizlərə. Və inanın ki, baxın, bunu bir dəfə videomda da demişəm. Mən bunları özüm düşünməmişəm. Bunlar dünya protokollarında yazılan standartlardır. Demək ki, deyə bilərsiniz ki, bir onu da deyim, biz gedirik həkimə, həkim bizə betadin yazır. Bizə həkim yazır da, deyə bilərsiniz. Bəli, həkim yazır sizə betadini, mən qəbul edirəm. Çünki o həkim, istənilən həkim, əgər diabet xəstəsinə betadin təyinat verirsə, barmaq aralarında sürtün, yara olsa da olmasa da sürtün, o sizə kömək eləyəcək, o həkimdən qaçın. Niyə? Çünki o həkim oturduğu yerdən heç durub, bizim kimi təhsil almağa getməyib. Baxın, mən hər zaman deyirəm ki, mən 3 günlük konferanslarla təhsil almamışam. Amma ən azı ona getməyib. Lap istəyirsiniz 5 dəfə 3 günlük konferansa gedin, istəyirsiniz 100 dəfə 3 günlük konferanslara gedin. Bu sizə sadəcə görmə icazəsi verəcək. Siz görəcəksiniz, siz dinləyəcəksiniz. Təbii ki, tibb universiteti bitirmişsiniz, altda baza var. Amma bu sizə yaranın tam dərinliyini öyrətməyəcək. Yaranın tam dərinliyini öyrənmək üçün çox ciddi şəkildə bir praktik zaman lazımdır.